doğum günüdür. Bu münasibətle de sizi bu müzeye getirmişik ki bu tədbirdə iştirak edəsiniz. Və siz nə ilə sübut edə bilərsiniz ki, Heydər Əliyevin koyduğu yolu aparırsınız. Heydər Əliyevin dediği idealları yaşa. Bizə nə deyib, nə tapşırır? Vətəninizi sevin. Vətən nədən ibarətdir? Vətən yalnız bərəkətli torpaqlardan, coşkun çaylardan ibarət deyil. Vətən tarixiyle, vətən mədəniyyətiyle, vətən əxlaq normalarıyla, vətən zənginlikləriyle vətəndir. Bax buna göre de indi yolunun, irsinin davamçılarıyım. Siz onun yolunu tutmağa, onun koyduğu prinsiplerle adımlamağa tam hazırsınız uşaqlar. Bunu neyle sübut edə bilərsiniz? Şeirlərlə, mahnılarla, yaxşı oxumanızla. Ana dili şeirini herkes kalksın yerinden desin. Ana dili şeirini diyebilirsiniz bugün. Değil. Ana dili şeirini diyenler kalksın ayağa. Gelip düzülebilirsiniz. Düzsüzün əməlimə bura. Necə istəyirlər? Siz buradan düşün. Gelin bu tərəfdən düzülün ya da bu tərəfdən. Ya da buradan düşün. Sizə biraz müsaade edin.